Həzrət Fatimə nə üçün qalxdı? Göstərdi ki, bu cəmiyyət içində Allah dostu o qədər qəribdir ki, mən Peyğəmbər qızının fəryadı qulaqlara çatmır. Bir nəfər yerindən durmur ayağa. Bax, bu da məni çox yandırır. Deyir ki, məsciddə çıxış elədi, danışdı. Ümmü Sələmə pərdə arxasından dedi, Peyğəmbər xanımı dedi ki, bu danışanı eşidirsiniz? Hamı təəccüb içindədir. Yaxşı adamlar barmaq hesabı qədər baxırdı, deyirdi, nə olub sizə axı? Yəni, bir məscid cəmaat başını aşağı salıb, sakit dayanıb, heç bir reaksiya vermir. Həzrət Fatimə danışır, onlara müraciət eləyir. Deyir, mən dəlillərimi gətirdim, nə deyirsiniz? Amma başını aşağı salanda Həzrət Ümmü Sələmə, Peyğəmbərin xanımı, pərdəni çəkir, deyir, tanıyırsınız, bu kimdir? Bunu danışan Siddiqədir. Siddiqə doğruçudur. Peyğəmbər deyib, onun sözü düzdür, doğruçudur. O nə deyirsə düz deyir. O danışır bu sözləri. Yerinizdən tərpənmirsiniz. O cəmiyyətdə Allahın dostu qərib idi. Heç bir adamı yox idi. Bir əlin barmağı qədər adamı vardı. Fatimə tək idi. Həzrət Zəhra tək idi. Tək idi və tək dolanırdı. Deyir, məsciddə Həzrət Əli yananda başına dolandı. Dedi ki, özü tək görmə. Ruhi li ruhi kəlfida. Nəfsi li nəfsi kəlviqa ya Əbəl Həsən. Sənin Fatimən var. Sənin Fatimən var. Sən başı aşağı salıb dayanma. Ruhum ruhuva, canım canıva qurban olsun. İn kuntə fi xeyrin kuntu məək. Yaxşı günündə yanındayam. İn kuntə fi şərrin kuntu məək. Dar günündə yanındayam. Mən səynənəm. Nə qədər canımda can var.